Salam uşaqlar, bu video dərsimizdə 11-ci siniflərin buraxılış imtahanında düşən sualları izah edəcəyik. Keçək suallara. 61-ci sualda müxtəsər vurma üsulunu tətbiq edirəm. Bunu yazıram 5a minus 4. Bu da olur 5a plus 4. Məxrəc olduğu kimi qalır 5a plus 4. Bunlar ixtisar gedir. Qaldı 5a minus 4. Cavab oldu D bəndi. 62-ci sual. Funksiyada x-in yerinə 3 qiymətini yazıb hesablayacaq. F3 bərabərdir. 2 vurulsun 3 plus 3. 3'ün kvadratı 9 plus 2 bərabərdir 11. Bu 6, o da 3. 9. 11'də 9. Y bəndi. Bu trapesiyadır. Buradan elə trapesiyanın hündürlüyünü çəksiniz. Buradan görsəniz ki 12'dir hündürlük. Trapesiyanın da oturacaqları var. Kiçik oturacaq, böyük oturacaq. Deməli S bərabərdir. Oturacaqlar toplayıb bölürdü 2'ye vururdu hündürlüyə. 2 plus 4 bölü 2 vurulsun 12. Bu 6'da 6'ını da 2'ye böləndə 3. 3'ü də 12'ye vuranda 36. Cavab oldu Y bəndi. A ilə B-nin fərqini soruşur. A çoxluğunda olub, B çoxluğunda olmayanı biz tapmalıyıq. A çoxluğunda 1 var. B-də yoxdur, götürəcək 2. Ortaqdır, götürmürük. 4 ortaqdır, götürmürük. 6 ortaqdır, götürmürük. Deməli 3 qaldı, bir də 5 qaldı. 1, 3, 5. Cavab D bəndi. Buradan 12 anı mörtəzə xaricinə çıxardırıq. Qalır A çıxılsın 2. 12A A çıxılsın 2. C bəndi 65'də. Permütasiyadır. 4'ten 4'e 4 faktoriyaldır. 3'ten de 3'e 3 faktoriyaldır. 4 faktoriyalımız 24. 3 faktoriyalımız da 6 olur. Bu da oldu 30. C bəndi. Kosinüs 271 dərəcə. Kosinüs 271 dərəcə 4-cü rübə düşür. Baxın bu 0'dan 90'a qədərdir. Bu 90'dan 180'ə qədərdir. 180'dan da 270'ə. Bu da 270'den 360'a. Deməli 271 4-cü rübə düşür. Kosinüs də 4-cü rübdə müsbətdir. Baxın 1-ci rüb müsbət, 2-ci rüb mənfi, 3-cü rüb mənfi, 4-cü müsbət. Deməli A 0'dan böyüdür. Tangins tək funksiyadır, mənfi qarşıya çıxır. Yazırıq B bərabərdir mənfi tangins 187 dərəcə. Tangins 1-ci rübdə müsbətdir, 2-ci rüb mənfidir, 3-cü rüb müsbətdir. Deməli burada 187 dərəcədir. Bax bura 180 dərəcədir. Burada 270. 187 3-cü rübə düşür. 3-cü rübdə tangins, yəni müsbətdir. Mənfi də qarşıda vardı. Umumuna təsir elədi, oldu mənfi. Mənfi nə deməkdir? Yəni B kiçikdir 0'dan. Deməli A böyüdür 0, B kiçikdir 0. 67 də A bəndi. (68) Buranda üstlər toplanır. 16, 0'dan %36 ilə 0'dan %14'ü toplayanda 0'dan %50 ilə. Bu da 0'dan 5 deməkdir. Bu da 16 üstü 2'də 1'dir. Bunu da yazıram kökdə 16. Bu da bərabərdir 4. Belə də yazmaq olardı. 2 üstü 4 vurulsun 2'də 1. Bu 4 ilə bu 2 ixtisar gedərdi. Qalardı 2'nin kvadratı bərabərdir 4. Cavab oldu 68'də D bəndi. Düzbucaqlı diaqonalların sayını tapın. 2 dənədir düzbucaqlı diaqonalları. Şəklini də göstərə bilərəm. Biri buradan çəkilir, onsuz da diaqonallar da bərabərdir. A və B çoxluqları üçün B A-nın alt çoxluğudur. Tutaq ki bu B-dir, bu da A-dır. B A-nın alt çoxluğudur. A-nın elementin sayı 9 dənədir, B-nin elementi 4 dənədir. Deməli 4 dənə B-nin elementidirsə, A 9 dənəsə onda A-nın B-dən fərqinə 5 dənə element düşür. Deyir A çoxluğundan təsadüfən seçilmiş 2 elementin. A çoxluğunda 9 element var. Ehtimalı düstürüb P bərabərdir N bölünsün N. Bu əlverişli halların sayıdır, bu da mümkün halların sayı. Deməli 9 dənə elementdən 2 element seçilir. Bu olur kombinizon 9'dan 2'ye mümkün halların sayı. Deyir A-nın B-dən fərqinə aid. Deməli 5 dənədir də 5 dənədən də ikisi seçilir. Bu da olur kombinizon 5'dən 2'ye. Bərabərdir. Kombinizon 5'dən 2'ye 5 faktoriyal bölünsün. 5'dən 2 çıxdım 3 faktoriyal vur 2 faktoriyal. 9'dan 2'ye də 9 faktoriyal. 9'dan 2 çıxdım 7 faktoriyal vur 2 faktoriyal.
bərabərdir. Buradan yazaq. 9 faktorialı, ya da elə burada düzəliş eləmək olar. 9 faktorialı biz yazırıq. 7 faktorial vurulsun 8 vurulsun 9. 2 faktorialımız da 2'dir. Deməli 7 faktorial vur 8 vur 9, bu da 2'dir. Buradan da 5 faktorialı biz 3 faktorial vur 4 vur 5 yaza bilərik. 2 faktorial da elə 2'dir. Yazırıq 3 faktorial vur 4 vur 5. Bu da 2. 3 faktoriallar getdi, 7 faktoriallar getdi. 4'ü 2'ye böldüm, burada 2 qaldı. 2 5'in 10. Sürətdə 10 qaldı. Buradan da 8'i 2'ye böldüm. 4, 4'ü 9'a vurdum. 36. Cavab oldu 36'da 10. Bunu da ixtisar aparanda 2'ye 18'də 5. 18'də 5. A bəndi. 70'də. 71. Bu x oxudur. Bu da y oxudur. 4-cü rübdə yerləşən. Bu 4-cü rübdür. 1, 2, 3, 4. A nöqtəsi. Buradan A nöqtəsidir. Deyir, A nöqtəsindən apsis oxuna qədər olan məsafə 4'dür. Baxın, buradan apsis oxuna qədər məsafə 90 deməkdir. Bu 4'dür. Ordinat oxuna qədər məsafə 6'dır. Buradan da bura 6'dır. Deməli, baxın, buranın uzunluğu 6'dır. Deməli, onda burada 6'dır. Bura 6'dırsa, baxın, buradan koordinat başlanğıcında bura qədər 6'dırsa, deməli, bunun x'i mənfi 6'dır. Bu 6'nı silirəm, sizi çaşdırmasın. Baxın, buradan bura, baxın, A nöqtəsindən apsis oxuna qədər 4'dürsə, elə buradan da bura 4'dür. Deməli, bu koordinat başlanğıcından 4 faiz aşağı gəlməlidir. Bu da mənfi 4 olur. Bu 6'nı da silək buradan. Bu 4'ü də silək. A nöqtəsinin koordinatlarını soruşur. A nöqtəsinin apsisi mənfi 6 oldu. Ordinatı da apsisi müsbət 6'dır. Apsisi buradan müsbət 6 olur. Ordinatı da mənfi 4 olur. Deməli 6 mənfi 4. C bəndi 71'də. Kosinüs alfa bitişik katetin hipotenuza nisbətidir. Bitişik katet burada A'dır, hipotenuz da C'dir. Bunu da buradan yazırıq. A bölünsün C. Vurulsun tangis beta. Tangis beta da qarşı katetin bitişik katete nisbətidir. Burada qarşı katet A'dır, bitişik katet də B'dir. Bunu da A bölünsün B. Bu da olur A kvadrat, bu da olur BC. Sürətdə A kvadrat, məxrəcdə də BC. 72-ci cavabı B bəndi. Topluda var bu sualda. Oturacağının perimetri 15, yan tili isə 9 olan düz prizmanın yan səthinin sahəsi. Düz prizmalarda hündürlük elə yan tilə bərabərdir. Məsələn, hündürlüyə H dirdik, yan tilə də L dirdik. Yan səthin sahəsi də belə idi. S yan bərabərdir, perimetri oturacaq, vurulsun hündürlük. Fərqi nədir? Til elə hündürlük. Yəni, tutaq ki, belə bir üç bucaqlı düz prizma çəkirəm. Fərqi yoxdur, 4 bucaqlı oldu, 3 bucaqlı oldu. Bizə burada düz prizma lazımdır. Bu düz prizmada oturacaqlar 90 kəsib. Burada həmin o yan tillər, baxın bu yan tillər elə buradakı hündürlüyə bərabərdir. Oturacaqlar arasındakı məsafəyə bərabərdir. Yan tilə L dirlər, hündürlüyə də H dirlər, L H-a bərabərdir. Bizdən nəyə soruşur? Yan səthin sahəsi. Perimetr oturacaq, yəni bu oturacağın perimetrini verib 15, yan tildə 9'dur. Bunda 15'i vururuq 9'a. 135. 74'ün cavabı. Hazır düsturdur. Test toplusunda var o sualda. Oxşarı. Uzunluqları 500 metr və 300 metr olan iki tuneldən birincinin son nöqtəsi buradır. Birincinin son nöqtəsi ilə ikincinin başlanğıc nöqtəsi. İkincinin də başlanğıc nöqtəsi buradır. Bunlar arasındakı məsafəni veribdir. Baxın, buranı verib 15 kilometr. Uzunluğu 200 metr olan və sürəti 64 km/saat olan qatar birinci tunelə girməyə başladığı andan neçə dəqiqə sonra ikinci tuneldən tamamilə çıxar. Buradan sürəti qeyd edək 64. Qatarın uzunluğu 200 metrdir. Bu qatar buradan birinci tunelə girirsə buradan çıxır. Burada sualda deyilir ki, birinci tunelə girməyə başladığı andan, yəni buradan girdi. Neçə dəqiqə sonra ikinci tuneldən tamamilə çıxar. Qatar buradan tamamilə çıxırsa, deməli bu qatarın uzunluğu 200 idi. Burada məsafə 200 olacaq. Burada qatarın öz uzunluğunda məsafənin üstünə gələcək, yəni toplayacaq.
Deməli, birinci tunel 500 metrdir. Bunu mən kilometrə çevirirəm, olur 0,5 kilometr. Çünki burada sürəti kilometrlə verib, axırda biz dəqiqə çevirərik, saatı dəqiqə çevirərik. Deməli, bu 0,5 kilometr, burada 15 kilometr, 15 kilometr, 15 kilometr, plus, bu da 300'dür, bu da 0,3 kilometr, bu da 200'dür, qatarın öz uzunluğu. Onda 0,2 kilometr yazıram. Ümumi bura S yazaq. Deməli 0,5, bu da 0,3, bu da 0,2. Elə bunlar 1 kilometr oldu, bu da 15 oldu, 16 kilometr. Bizdən dəqiqəni soruşur. T bərabərdir, S bölünsün V. S bu yolun uzunluğudur. Baxın, buradan bura qədər uzunluqdur. Deməli, S ümumi 16 idi. V də 64'dür. Bunda böləndə 4'də 1 alınır. Deməli, 4'də 1 saat alındı. Saat. Bizdən nə soruşur? Neçə dəqiqə? Onda biz dəqiqə çevirmək üçün 4'də 1'i vurmalıyıq 60'a. Buradan da bölünür 15. Bu da oldu 15 dəqiqə. 75'də. 76. Baxın, bu hissəni bərabər eləcəm. Bu 2 əsasından 3 oldu. Loqaritma 2 əsasından olduğu üçün 2'nin üstü 3 olacaq. Yazırıq loqaritma 2, loqaritmanın kvadratı 2 əsasından x çıxılsın. 3 loqaritma 2 əsasından x plus 4 bərabərdir. 2 üstü 3 neçə ilə 8. O 8 də bu tərəfə keçirdib kvadrat əlinə gəlirik də burada. 4'dən 8 çıxırıq. Olur 4. Bərabərdir 0. Loqaritma 2 əsasından x-ə t deyirik. Kvadrat əlinə gələn sualdır. Deməli olur t kvadrat çıxılsın 3t çıxılsın 4. Bərabərdir 0. Bunu diskriminantla da köklərini taparsınız, viyetlə də tapa bilərsiniz. Viyetlə tapıram. T1 üstə gəl T2 bərabərdir 3. T1 vurulsun T2 bərabərdir -4. Deməli bunun biri 4 olub. Biri də -1 olub. Toplayanda həqiqətən 4'dən də 1 çıxsan 3. Burada da 4'ü -1'ə vuranda -4. Köklərin yazaq. Loqaritma 2 əsasından birinci kökü yazaq. 4 idi. Buradan da x bərabərdir 2 üstü 4, 16 olur. Bu 1 kök. Sonra loqaritma 2 əsasından x bərabərdir -1. Buradan da x bərabərdir 2 üstü -1. Bu da 2'də 1 olur. Bu da ikinci kök. Deməli köklər 16 ilə 2'də 1'dir. Köklərin hasilini tapın. Bunda 16'nı vuracaq 2'də 1'ə. Bu da x-lar gedir 8 olur. 76. cavabı. Kvadrat bərabərsizdir. Bunun köklərin viyetlə yazaq. x1 üstə gəl x2 bərabərdir 6. x1 vurulsun x2 də bərabərdir -7. Deməli bu köklər biri -5 7 olsa bu 7'dir. Bu da -1. Toplayanda 6 elir. 7'nin də -1'ə vuranda -7. Bunda köklər belə olur. X çıxılsın 7. X çıxmadı. Burada da mənfi kök olduğu üçün bu müsbət olur. Kiçikdir 0. İntervallar üsulu ilə yazırıq bunu. -1, bu da 7. Müsbət, mənfi, müsbət. Kiçikdir olduğu üçün mənfi hissə. Deməli, -1 ilə 7 arası oldu. Burada bizdən nə soruşur? Del bərabərsizliyinin tam həllər cəmini tapın. Tam həllər 0'dan başlayır. -1 siyahıya daxil olmur. 0, 1, 2, 3, 4, 5, 6. Bunların cəmini soruşur. Belə bir qayda var. Əvvəli 0'a ehtiyac yoxdur. 1'dən başlayıram. 1'dən 6'ya qədər arıcı natır ədələrin cəmi düsturu belə idi. N vurulsun N plus 1 bölünsün 2. İndi həmin N 1'dən 6'ya qədərsə düstur belə idi. 1 plus 2 plus nöqtələr plus N. Yəni belə özünüz də hesablaya bilərsiniz. 1 üstünə gəlib toplaya bilərsiniz. Mən düsturla da yaza bilərəm bunu. Bu 6'dır. 6'nın da üstünə 1 gəldim 7. 6 7'nin 42. 42 bölünsün 2. Bu da elədir 21. 77'nin cavabı. 78. Bu loqaritma 10 əsasından 10'un kvadratıdır. Bu kvadrat keçir əvvələ. Buradan silirəm. Elə bir elgə nə idi 10 əsasından da? 10 əsasından 10 1'dir. Deməli bu 2 idi. Burada 1 oldu. 2'ni 1'ə vurdum. Bura oldu 2. 7'nin üzərinə 2 gələndə bu kökdə 9 oldu. Bura kökdə 9 oldu. Kökdə 9'dan 3 çıxır. Buradan da olur loqaritma 3 əsasından 3.
Yəni bura 3 əsasından 3 oldu. Bunun da cavabı 1 oldu. Bu 2-ni də 1-ə vuranda 2 olur. Bu 2 üstə də 14 gələndə olur loqaritma 2 əsasından kökdə 16. Bu da loqaritma 2 əsasından 4. Bu da loqaritma 2 əsasından 2-nin kvadratıdır. Bu 2 keçir əvvələ. Buradan silirəm bunu. 2 əsasından 2 nə idi? 1-dir. 1-i də 2-yə vuranda olur 2. 78-in cavabı. Bu sualdan test toplusunda var, konus mövzusunda. İkincisi topluda var. Orada eyni ilə həmin qiymətlərdə 6 ilə 8-dir. Burada böyük katet ətrafında fırlanır. Topluda deyir kiçik katet ətrafında fırlanır. Biz demişdik ki, düzbucaqlı uçsaq katetlərə hər hansı bir katet ətrafında fırlananda fırlamadan hansısa konus olur da həmin fiqur. Hansı katet ətrafında fırlanırsa həmin kateti biz konusun hündürlüyü, digər kateti isə konusun oturacağının radiusu adlandırırdıq. Deməli buradan hansı katet? Böyük katet ətrafında. Böyük kateti mən 8 qoyuram, kiçik kateti 6 qoyuram. 8, bu da 6. Bu fırlananda oturacağı çevrə cızırdı. Elə bir dənə də təkrar fiquru buradan çəkirdik. Bu da 6. Fırlandıqca oturacaq çevrə cızırdı. Bu həmin cızdığı çevrə olurdu dairə. Katetlər 8, 6-dırsa hipotenuz 10-dur. Bu hipotenuz konusun doğranı sayılır. Deməli radiusumuz 6 oldu. Doğrandakı L dedilər qayda olaraq. Bu da 10 oldu. Yan səthin sahasını soruşur. S-yan bərabərdir pi r l. P'nin sonunda yazacağım. R 6 idi. Doğran da 10 idi. Bu da pi. Cavab 60 pi santimetr kvadrat. P'nin qiymətini verməyib. Belə bu 60 pi santimetr kvadrat olur. 80-ci sual. Samir hər birinin satış qiyməti 250 manat olan su filtrlərinin satıldığı mağazada işləyir. Onun sabit əmək haqqı 1000 manatdır. Bundan əlavə satdığı hər filtrin satış qiymətinin 4% qədər bonus alır. Yanvar ayında onun əmək haqqısı 1400 manat, fevral ayında isə 1560 manat oldu. O fevral ayında yanvar ayındakından neçə ədəd çox filtr satmışdır? Deməli bu 1000 manat maaş alır. Baxın 1000 manat maaş alır. Bunun yanvar ayında əmək haqqısı 1400-dür. Deməli burada 400 manat filtrdən qazanıb. Bunda 1400 manatdan çıxırıq 1000 manatı. Bu 400 manatı yadda saxlayaq. Bu filtrdən qazandığıdır. Yəni bonusdan qazandığı. Bu yanvar ayı. Fevral ayında 1560-dır. Bu 1560-dan da çıxırıq yenə maaşın, yəni aldığı əmək haqqısını. Bu da qalır 560 manat. Bu da fevral ayında filtrdən qazandığıdır, yəni bonusdan qazandığıdır. Deyir ki, fevral yanvardan nə qədər çoxdur? Bunda 560-dan biz 400-ü çıxacaq da, yəni 560 çıxılsın 400. Qaldı 160. 160 görək, burada nə soruşur? Bundan əlavə satdığı hər filtrin satış qiymətinin 4% qədər bonus alır. Deməli, 250 manat olan filtr satırdı. Bu 250-nin 4%-ni tapaq. Vur 4 bölünsün 100. Bu sıfırı buradan atıram. Bu onu 5'ə ixtisar aparıram 2. Bu 25'i də 5'ə aparıram 5. 5 4'ün 20, 20 də 2'ə bölürəm 10. Burada da 160 idi. Deməli buradan qazandığı pul 160 manatdır. Bizdən nə soruşurdu? Filtrin sayını soruşurdu. Deməli bu 160 manat bonusdan qazandığı hər bir filtrdən də 10 manat qazanıb. Ümumi deyir ki, neçə dənə filtr var? Yəni neçə filtr satıb? Onda bax bu 160'ı biz bölməliyik 10'a. Deməli bu 16 dənə çox filtr satıb. Yəni fevraldan yanvara nisbətən 16 dənə çox filtr satıb. 80-ci sual. Cavab oldu 16. Başqa cür də yanaşma olardı, amma mən bu üsulla getdim. Printer bir səhifə rəngli kağızı 50 saniyəyə, bir səhifə ağ-qara kağızı isə 30 saniyəyə çap edir. Yarım saat müddətində fasiləsiz, yarım saatı bir saniyəyə çevirməliyik.
müddətində fasiləsiz işləyən printerdə 40 səhifə çap edilmişdirsə, bunlardan neçəsi rənglidir? Baxın, rəngliyini bilmirsən X sayda, ağqaranı da bilmirsən ağqara. Bunu da Y sayda. Deməli, bu tənlər sisteminə gələn məsələdə X plus Y bərabərdir. Nə qədərdir? 40 dənə. Bunları topladım 40. Bu tənlər sisteminin birinci tənliyi. 50 saniyə X saydadsa, onda 50-ni X-ə vuracam, plus. Bu da 30 saniyə Y saydadsa, 30-u vuracam Y-ə bərabərdir. Yarım saat. Yarım saat 30 dəqiqədir. 30 dəqiqə. Biz bunu saniyə çevirməliyik. 1800 saniyə olur da. Yəni 30-u vururuq 60-a. Bərabərdir 1800 saniyə. Əssalam. Bu tənlər sistemindən biz X, Y-i tapa bilərik. Bizdə bunlardan neçəsi rənglidir? Rəngli X demişəm. Deməli X-i tapacam. Onda bunun da hər tərəfin bölək 10-a. Bax, ona bölək qiymətləri kiçildək. Buradan yazaq X plus Y bərabərdir 40. Ona böləndə 5 plus 3Y bərabərdir. Bu sıfırlar getdi, qaldı 180. Bizdən X-i soruşur. Yəni rənglini soruşur. Onda mən Y-i islah eləməliyəm. Birinci tənliyi -3-ə vuraq hər tərəfin. Buradan yazaq -3x çıxılsın 3y bərabərdir -120. Bu 5x idi. 5x plus 3y bərabərdir 180. Tərəf-tərəfə toplayanda bu y-lər islah olunur. Bunları toplayanda 2x 180-dan da bunu çıxanda 60 olur. X də bərabərdir 30. Deməli cavab oldu 30. Ağqaran da soruşuydu. Əgər rəngli 30-sa, ağqara da 10 olub ki, ikisi birlikdə 40 olub. 81-in cavabı oldu 30. (82) Deməli, bu çevrənin xaricindəki nöqtədir. Bu BA toxunandır. BD kəsəndir. Bunu görmək lazımdır burada. Toxunan kəsən münasibətindən istifadə edəcək, yəni metrik münasibətdən. AC-ni 1 verib. Bu balaca hissəni 1 verib, yəni bu kiçik hissəni 1 verib. AB-ni də kökdə 5 verib. Burada kökdə 5-dir. Çevrənin radiusunu soruşur. 1 R yazaq bura. Deməli, əvvəlcə toxunan kəsən metrik münasibətindən istifadə edirik. Baxın, bu toxunandır. Qaydamız belə idi. Toxunanın kvadratı, yəni kökdə 5-in kvadratı bərabərdir. Çevrənin çöldə qalan hissəsi, yəni xaricdə qalan hissəsi vurulsun tam hissəsi, yəni kəsəndə. Çöldə qalan hissəsi 1-dir. Burada bilmirəm 1x qoyuram. Yəni C-dən D-yə x qoydum. Onda olacaq 1 plus x. Bu 5 oldu. Bu da 1 vurulsun. Ehtiyac yoxdur, elə 1 plus x olur. Deməli, 5 bərabərdir 1 plus x-ə. X də oradan 4 olacaq da. 5 bərabərdir. Bu 1-ə ehtiyac yoxdur. 1 plus x. Deməli, x də oldu 4. Bu x-i tapdıq 4. Bu CD vətərdir. Buranı silək. Baxın, buranı 4 tapdım. Buranın uzunluğu olsun 4. Radius soruşur. Baxın, çevrənin mərkəzindən çevrə nöqtəsindən radius çəkirəm. Buradan da bir dənə radius çəkirəm. Bunu çəkmə edə bilərəm. Bura çevrənin mərkəzidir. Çevrənin mərkəzindən bu vətərə xətt çəkəndə bu vətəri 90 kəsirdi, yarıya bölürdü. Çünki bu simmetrik oxdur. Çevrənin mərkəzindən çəkilir. Bura diametr C-dən D-yə 4 idi. Onda yarıya böləndə bura 2 düşür, burada 2 düşür. Bunu da belə göstərə bilərəm. Baxın, bu kök 5 idi. B-dən A-dan B-yə kök 5 idi. Baxın, elə bu hissəni buradan çəkib. Bu da radiusdur onsuz da. Baxın, burada bu fiquru görürsünüz. Buradan bura, tutaq ki, bu O-dur. Bax, O-dan bura qədər məsafə elə buradan bura qədər məsafəyə bərabərdir. Onda BA kök 5-dirsə, burada kök 5-dir. Deməli, bu oldu katet, bura oldu katet, bu da oldu hipotenus. Hipotenus nədir? Radiusdur. Deməli, kökdə 5-in kvadratı plus 2-nin kvadratı bərabərdir R-in kvadratı, yəni Pifagor teoremi. Yazıram, hipotenusun kvadratı, hipotenus yəni radiusda, radiusun kvadratı bərabərdir kök 5-in kvadratı plus 2-nin kvadratı. Kök 5-in kvadratı 5 elir, 2-nin də kvadratı 4 elir. Bunda toplayanda 9, onda radius oldu 3. 82-nin cavabı 3 oldu. Bu sualdan 9 siniflərin test toplusunda var. Prosta burada qiymətlərdə dəyişiklik var. Oxşarlığa gəlir bu suallar. Elə həmin oxşarlıq mövzusunda var orada topluda. 9'ların. Deməli, DY-ni verib 12. DY bura 12'dir.
Sonra BD-ni 20 verib. BD buradan buradır da. Bura 20'dir. Bunda biz BD 20-dirsə, BY-ni tapa bilərik. Çünki bura 90 qoyub. Deməli, baxın, D, Y, bu da B. Düzbucaqlı, üçbucaqlıdır. Bu katet 12-dir. Bu hipotenuz 20-dir. Onda mən bu kateti tapa bilərəm. B-yə 1x qoysam, katetlərin kvadratları cəmi bərabərdir hipotenuzun kvadratına. Ya da axtardığım katetin kvadratı bərabərdir. Hipotenuzun kvadratından çıxıram digər katetin kvadratını. 20-nin kvadratı 400 edir, 12-nin kvadratı 144 edir. Çıxanda neçə olur? 256, bundan da kök olur 16. Deməli, bu hissəni tapdım 16. Yəni, B-dən BY parçasının uzunluğu x demişdim, tapdım 16. Bura 16'dır. Sonra nəyi soruşur bizdən? AD-də 9'dur. Bax, bu 9'dur. Burada bir düzbucaqlı üçbucaq var. Baxın, A, D, bura 90'dır. Buradan gəldim, Y, qayıtdım. Baxın, hipotenuzdur da bu. Onda bu katet 9'sa, bu katet 12'dirsə, Pifagor teoreminə görə biz AY-ni tapa bilərik. Yəni, AY-nin kvadratı buradır. Katetlərin kvadratları cəmi 9'un kvadratı neçə edir? 81, 12'nin kvadratı 144, toplayanda 225. Bundan da kök alanda neçə olur? 15. Deməli, biz AY-ni tapdıq. Buradan bura 15. Bizdən nə soruşur? D məntəqəsinə qədər məsafəni tapın. Deyir, trayektoriyaların C kəsişmə nöqtəsi. Bura C kəsişmə nöqtəsidir. Bunu biraz da yaxınlaşdıraq. C kəsişmə nöqtəsidir. C kəsişmə nöqtəsindən D nöqtəsinə qədər məsafə. Buranı soruşur. Baxın, bura 1x qoyuram. Buradan BD 20 idi. Bura x qoydum, sonra bu BC olacaq 20 minus x. Bu oxşarlıqdır da. Çünki bu bucaqla bu bucaq qarşılıqlıdır. Qarşılıqlı bucaqlar bərabərdir. Məsələn, bu bucağa alfa qoysam, bunlar onsuz da paraleldir. Paralel deməsə də biz bunu bucaqlara uyğun hərəkət edirik. Tutaq ki, bu bucağa da bir beta qoyuram. Alfa ilə betanın cəmi nə qədərdir? 90 dərəcədə düz bucaqdır. Bura beta qoydum. Alfa ilə betanın cəmi 90'dır. Onda baxın, bu alfadırsa, burada 90'dırsa, burada beta olacaq. Söhbət burada gedir D, B, Y düzbucaqlı üçbucağına. Baxın, bura alfadırsa, bu 90'dırsa, onda burada beta olmalı ki, alfa ilə betanın cəmi 90 olsun. İki bucaqların cəmi 90. Görürsünüz, burada 90. Digər tərəfdən də bu betadırsa, baxın bura. Bura, görürsünüz, 90'dır da beta plus alfa. Bura bu betadır. Gətirib burada həmin şey qoysam da, bax, bu alfadır. Bu betadırsa, bu bucaqlar da bərabərdir. Onda bu beta, bu alfadırsa, bu betadırsa, burada alfa olacaq. Çünki burada qeyd elədim. Alfa ilə betanın cəmi 90'dır ona görə. Oxşar üçbucaqlar yaranır. D, A, C. Oxşardır B, C, Y üçbucağına. Oxşarlıqdan istifadə edək. Biz bu x-i tapacaq, DC-ni. Bax, bura x demişəm. Onda bu betadırsa, bu alfadırsa, bura alfadırsa, onda burada betadır. Bunu bayaq qoyacaqdım, fikrimdən yayındı. Deməli, baxın, bu üçbucaqda bu, həmin bax, bu bucağın qabağı 9'dur, yəni qarşısı 9'dur. Bu üçbucaqda isə həmin bucağın qarşısı 16'dır. 9'un 16'ya nisbəti bərabərdir. Burada da alfanın qarşısı x-dir. Bu betadır. Burada alfa olmalıdır. Burada da alfanın qarşısı 20 minus x-dir. 20 minus x-dir. Məsələn, buradan sadə tənlikdən çarpaz vurub istifadə edəcək. 16x bərabərdir. 9'u 20'ye vuranda 180 çıx 9x. Mənfi 9'u sol tərəfə keçirsəm, toplasam 25x bərabərdir 180. X də bərabərdir 16 ilə 9 25 elə də 6 26. Yox, 10'luq kəsindəndir. 7 20 140 7 5'in 35. 135. Burada da qalır 10'da 2. Deməli CD oldu 7 tam 10'da 2. 83-cü sual.
Burada nə yazıb? Bir hava yolu şirkətində tək istiqamətli biletin qiyməti 150 manat. Bu biletin qiyməti tək istiqamətli 150 manatdır. Gediş dönüş təyinatlı biletin qiyməti isə 180 manatdır. Bu da 180 manatdır. Burada da biletlərin sayını verib. Burada tənlik qursan da vurub üzərinə gəlib toplayırsan, tənliyi tapırsan x-i. Cədvəldə Asif və Nurayn bu şirkətdən aldığı biletlərin sayı göstərilmişdir. Onlar hər iki növ biletdən ən azı bir ədəd aldılar. Hər iki növ bilet deyəndə biri tək istiqamətli biletdir, biri də gediş dönüş olan. Asif də Nuray da hər ikisi bir dənə alıb. Burada məsələyə baxaq. Deyir, əgər onların ödədikləri ümumi məbləğin eyni olarsa, əgər onların ödədikləri ümumi məbləğ eyni olarsa, baxın, eyni olmaq sözü bərabər deməkdir. Onda bu 150-ni, baxın buradan 150 vurulsun. Bu 18 minus x sayıda idi. 18 minus x plus. Bu da 180 idi. Vurulsun x. Bərabərdir. Yəni bu Asif bərabər olmalıdır Nuraya. Bu sualdan hardasa rastıma çıxıbdır. Topluda hardasa belə uyğun sual var. Burada 150'dir. Baxın 150'ni buradan x plus 4'e vuracağım. Plus. Buradan da 180'i vuracağım 15 minus x'e. 15 minus x'e. Bu tənliyi buradan həll edirik. Burada nə idi? 150'ni 18'e vuranda bunu buradan yazaq. Vurub böyütmürəm, bu ixtisar gedəcək. İxtisar gedəndə islah olunacaq. Üzr istəyirəm, islah olunacaq. İxtisar yox. 150 vur 18 çıx 150x plus 180x bərabərdir 150x plus 150'ni 4'e vuranda 600 plus 180'i 15'e vuranda elə 180 vur 15 saxlayıram. Çıxılsın 180x. Baxın bu 150 vur 18 ilə eyni ədəddir. 180 vur 15. Bunlar eyni ədəddir, islah olunacaq. Ona görə onun qiymətini vurub böyütmədim. Deməli buradan mənfi 150x ilə 180x'i toplayanda bura oldu 30x. Buradan yazaq. Bərabərdir. Burada da 150x'dən bu 180x'i çıxanda bu da oldu mənfi 30x. Burada da nə qalıb? 600 qalıb. Plus 600. Bunu sol tərəfə keçirdən də oldu 60x bərabərdir 600'e. Buradan da x bərabər 0'lara attım. Bu da elədi 10. Deməli x'i 10 tapdıq. Görək sonda nə soruşur. Nurayın aldığı tək istiqamətli biletlərin sayını tapın. Nuray baxın tək istiqamətli aldığı bilet buydu. Deməli biz x'i tapdıq 10. Burada da 4 dənə var üzərinə gəlib. Yəni 10 plus 4 deməli cavab oldu 14. 84'ün cevabı. Agil boş daxıla birinci gün 1 ədəd 50 qəpilik, 2 ədəd 20 qəpilik, 3 ədəd 10 qəpilik metal pul atdı. O növbəti günlərdə daxıla atdığı hər növ qəpiyin sayını əvvəlki günə nəzərən 1 ədəd artırdı. Neçə gündən sonra daxılda cəmi 48 manat pul olacaq. Bu tip sualları ədədi silsilə ilə yazırıq. Deməli bu birinci gün olsun. Birinci gün 1 ədəd 50 qəpilik atıb. 1 ədəd 50 qəpilik. 2 ədəd 20 qəpilik. 2 ədəd 20 qəpilik. Sonra 3 ədəd 10 qəpilik. 3 ədəd 10 qəpilik yazaq. Bunları toplayaq biz. Məsələdən manatla verib. Ona görə manata gəlməliyəm. Bir dənə 50 qəpilik plus 2 dənə 20 qəpilik nə oldu? 40 qəpik. 50 üstə 40 90. 3 dənə 10 qəpilik 120 qəpik. Bunu yazıram 1,2 manat. Çünki məsələ manatlandır. Sonda manatla deyir. Bu birinci gün. O növbəti günlərdə, yəni növbəti günlərdə deyək ki, ikinci gündə. Günlərdə daxıla atdığı hər növ qəpiyin sayının əvvəlki günə nəzərən 1 ədəd artırdı. Yəni əvvəlcə
1 ədəd 50 qəpikli atır dedi. 1 ədəd artırıbsa sayın, qəpiyin sayını 1 ədəd artırıbsa, onda 2 ədəd 50 qəpikli atacaq. Sonra burada 2 ədəd atmışdı, 1 ədəd artırdı. 3 ədəd 20 qəpikli atacaq. Burada 3 ədəd atmışdı, 1 ədəd artırdı, 4 ədəd 10 qəpikli atacaq. Bunu da toplayaq. 2 dənə 50 100 olur. 3 dənə 20 60 olur. 160, 4 dənə də 10. Bu da topladıq 200 qəpik. Bu da elədi 2 manat. Bir dənə də 3-cü günü yazaq. 3-cü gün. Deməli burada 3-cü gün isə 1, bu 2, 3 dənə atacaq. Bu 3-cü gündür. Deməli 3 dənə 50 qəpikli atacaq. 4 dənə 20 qəpikli atacaq. 5 dənə də 10 qəpikli atacaq. 3 dənə 50 150 eləyir. 4 dənə 20 80. 230. Bu da 50. 280 bu da elədi 2,8 manat. Baxın 1,2 manat plus artdı 2 manat plus artdı 2,8 manat plus bu arta davam edir plus. Ümumi cəm 48'dir. Bərabərdir 48 manat. Neçə gün? Neçə gün deyəndə biz eni tapırıq ədədi silsilədə. Burada A1 A1 silsilənin birinci əddidir. 1/2'dir. Buradan yazıram. A1 bərabərdir 1/2. Silsilənin fərqi nə idi? İkinci əddən birinci əddi çıxırdıq. Onda silsilə fərqi olacaq 0,8. Baxın 0,8, 0,8 arta davam edib. Bu ayındır, bilinmir. Bura ayın yazıram. Plus ayın olurdu. Biz həmin ayın bilmirik. Bu da SN idi. Yəni cəm sözü SN idi. SN də bərabərdir 48. SN düsturundan istifadə edək. A1 plus ayın bölünsün 2 vurulsun N idi. SN 48'dir. Bura 48 yazaq. 2. A1'in qiyməti 1/2 idi. Plus ayın. Ayın hələ ki olduğu kimi yazıram. Ayın vurulsun N. Ayının düsturu da belə idi. A1 plus D M-1 idi. O da bərabərdir. A1'in qiymətini buradan yazaq. 1/2 plus D 0,8 idi. 0,8'i M-1'ə vuracam. O da bərabərdir. 1/2 plus 0,8 N çıx 0,8. O da bərabərdir. 1/2'dən 0,8 çıxdım. 0,4 plus 0,8 N. Baxın bu ayının qiymətidir. Gətirib burada yerinə yazıram. Bunu çarpaz vuraq. 48'i 2'yə vuraq. 96 bərabərdir. 1/2 plus ayın. Ayının qiyməti 0,4 plus 0,8 idi. 0,8 N idi. Və vur bu N də var idi. Bunu da vurduq bura. Buradan da 96 bərabərdir. Bu 1/2 ilə 0,4 toplayanda 1/6 plus 0,8 N. Vur bir dənə də N idi. Kvadrat tənliyə gəlir. Belə yazaq da 0,8 N'ə vuranda olur 0,8 N'in kvadratı plus 1/6 N. 96'ını da bu tərəfə keçirdik. Bərabər 0. Bu tip tənlikləri onluq kəsirdən azad eləmək üçün hər tərəfi 10'a vura bilərik. Olacaq 8'in kvadrat plus 16n çıxılsın 960 bərabər 0. Hər tərəfi də yenə 8'ə bölə bilərik. Olacaq n kvadrat plus 2n çıxılsın 48 bərabər 0. Vietnamda kökləri taparırıq. Diskriminant onsuz da burada natural ədədi götürəcək. O bir kök kənar kök olacaq. Diskriminant yazaq. 2'nin kvadratı 4 üstə gəl 4 birin 4. 4'də 48'ə vuranda neçə edirdi? 192. Bu da elədi 196. Bundan da 14 çıxacaq. M1 N2 yazmıram. Belə bir dənə yeni tapıram burada. N2 ehtiyacı olmayacaq. Mənfi kök olacaq. Mənfi 2 plus 14 bölünsün 2. Bu mənfi 2'dir. 196 da 14 edirdi. 14 bu 12 elədi. 12'ni də 2'yə böləndə neçə elədi? 6. Bizə də bu n lazım idi. 85. Hardasa mexanik səhv getdi. Bir dəqiqə. Burada mexanik səhv gedib. Deməli baxın bunu 8'ə böldük. Bunu da 8'ə böldük. Bunu 8. Bunu 8'ə böləndə 48 eləmir. 120 eləyir burada.
Tənliyin ədlərini 8-ə bölək. 8 getdi n kvadrat. Bu getdi oldu 2n. Bu 96-ı 8-ə böləndə 12. Bu da 0. 120. Bərabər 0. Bu çıxmadı. Diskriminant bərabərdir. 2-nin kvadratı 4. Bura mənfi olanda toplam olur. 4-ü vurdum 1-ə. Vurdum 120. 480. Bu da elədi 484. Buradan da n1'ə ehtiyac yoxdur. N. O bu kök mənfi olacaq. Mənfi 2 plus 484'dən 22 çıxır kök. Böl 2. Bunu da toplayanda 20 böldüm 2'yə 10. Cavab oldu 10. Bu sonuncu sual idi, bəli. Buraya qədər sağ olun.